Salam əziz izləyicilər. Bugünkü mövzumuz reinkarnasiya barədə olacaq. Reinkarnasiya nədir, soruşa bilərsiniz. Reinkarnasiya ruhun bir bədəndən digərinə keçməsi mənasını verən qədim bir inancdır. Bu söz latınca re, yəni yenidən və incarnate, təcəssüm ifadələrindən yaranıb və yenidən təcəssüm kimi tərcümə oluna bilər. Bu inanc Hinduizm və Buddizmdə xüsusi yer tutur. Belə konsepsiya bir çox mədəniyyət və inanc üçün ölümün son deyil, yenidən doğuşun başlanğıcı olduğunu irəli sürən bir yanaşmadır. Bunun nəticəsində insanlar əsrlər boyu həyat və ölümdən kənar bu dövrəyə inanıblar və bunu anlamağa çalışıblar. Əslində bu sadəcə bir inanc deyil, həm də dərin bir fəlsəfi düşüncə sistemidir. Bəziləri bunu təsəlli mənbəyi kimi görsələr də, digərləri bunu ilahi məhkəmə sisteminin ən əhatəli izahı kimi görürlər. Sivilizasiya tarixini araşdırdıqda, reinkarnasiya inancının ilk dəfə şərq sivilizasiyalarında dərin əks-səda tapdığını görürük. Xüsusilə Hinduizm və Buddizmdə ruhun ölməz olduğu və bir bədəndən digərinə keçməsi ətraflı izah edilir. Hər hansı bədəndəki ruh, uşaqlıq, gənclik və qocalıq mərhələlərindən keçir. Ölümdən sonra başqa bir bədənə keçir. Bu haqda bilikləri olanlar bu dəyişikliklərə çox sakit yanaşacaqlar. Ruh nə doğulub, nə də ölmür. O həmişə olacaqdır. Bədən öləndə belə o ölmür. Qədim mətnlər bizə deyir ki, ruh adlanan varlıq insan bədəninə keçir və həmişə səyahətini davam etdirir. Bu konsepsiyaya əsasən ruh bədəndən ayrı ölməzdir və əsas mənbədən, yaradıcıdan yaradılmışdır. Həyat, ölüm və reinkarnasiya bütün bu dövrə samsara adlanır və burada məqsəd sansara adlanan bu sonsuz həyat dövrəsi zamanı ruhən inkişaf etmək və bu dövrədən azad olmaqdır. Gəlin biraz da karma haqqında danışaq. Əslinə qalsa bu məsələyə Buddizm haqqında videoda kiçik də olsa toxunmuşuq. Bu videoda isə bir qədər daha geniş məlumat vermək istərdim. Karma ilə reinkarnasiya bir-biri ilə əlaqəlidir. Çünki növbəti həyat yığılan karma əsasında müəyyənləşir. Bəs karma nədir? Bu söz nə deməkdir? Karmanın tərifinə baxsanız, bu əməl və fəaliyyət deməkdir. Lakin bilməlisiniz ki, bu əməllərin başında niyyət durur. Niyyətə görə karma iki növə bölünə bilər. Xeyirxah əməllər və pis əməllər. Xeyirxah əməllər nədir? Bunlar yaxşı niyyətlə etdiyimiz hərəkətlərdir. Məsələn, sevgi və mehribanlıq, şəfqət, qayğı, xeyirxahlıq, halal əməllər və digər savab işləri yaxşı niyyətlərlə edirik. Bədənimiz, danışığımız və zehnimizlə müəyyən şeyləri yaxşı niyyətlə etdikdə yaxşı karma yaradırıq. Amma karmanın başqa bir tərəfi də var. Bu pis əməllərdir. Beləliklə hər şey niyyətdən asılıdır. Gəlin bu barədə belə düşünək. Deyək ki, mən şaftalı toxumu əkirəm. Əkdiyim toxumun nəticəsində bir neçə ildən sonra şirin və dadlı şaftalı əldə edəcəm. Bəs acı bibər toxumu əksəm nə olacaq? Təbii ki, acı bibər əldə edəcəm. Beləliklə etdiyimiz hər bir əməlin gələcəkdə nəticə vermək potensialı var. Eyni ilə indiki anda hər hansı niyyətlə nəsə etsəm, gələcəkdə bir sıra yaxşı və ya pis hadisələr ilə üzləşməyim qaçılmazdır. Karma səbəb və nəticə qanunudur. İndi etdiyimiz hər bir şey üçün gələcəkdə nəticə əldə edirik. Beləliklə, bugün etdiyimiz hər hansı əməli təmiz bir niyyətlə etsək, gələcəkdə arzu olunan nəticələr əldə edə bilərik. Çünki karma qanunun təbiəti belədir. Eyni ilə əgər pis niyyətlə zərərli bir şey etsək, gələcəkdə xoşa gəlməz və ya arzu olunmaz bir nəticələrlə üzləşəcəyik. Əlbəttə ki, bunun üçün bu dünyada fəzilətli, ruhani cəhətdən yüksək, xeyirxah, bir çox yaxşı əməlləri olan bir insan olmalısınız. Əks təqdirdə etdiyiniz pislik sizi bu sonsuz dövrədə saxlamaqla yanaşı, taleyinizi elə formalaşdıracaq ki,
əvvəlki həyatda etdiyiniz pisliyi növbəti həyatınızda yaşayasınız. Ölümdən sonraki həyat anlayışı bir çox inanclarda mövcud olsa da, reinkarnasiya fərqli bir şəkildə yanaşmaq lazımdır. Hər bir ruh özü üçün növbəti həyatı seçir. Seçim ruhun müdrikliyindən və əvvəlki həyatında öyrəndiklərindən asılıdır. Bəziləri heyvanların həyatını, bəziləri isə insanların həyatını seçir. Ədalətli həyat yaşayanlar daha da inkişaf etmək üçün imkanlı ailələrdə və daha sağlam bədənlərdə doğulurlar. Ədalətsizliyə yol verənlər isə əksinə, daha aşağı təbəqəli ailələrdə və ya xəstə bədənlərdə doğulurlar. İndi isə bir qədər də inkarnasiya ideyasını dəstəkləyən real hadisələrdən danışaq. 1926-cı il Hindistan. New Delhi'nin xaotik məhəllərin birində Shanti Devi adlı bir qız dünyaya gəlir. Kiçik qız 4 yaşına çatanda bəzi qəribə hadisələr ailəni sarsıtmağa başlayır. Balaca Shanti keçmişi ilə bağlı xatirələrin olduğunu və əslində Delhi'dən 150 km məsafədə yerləşən Mathura şəhərində yaşadığını iddia edir. Bununla yanaşı o hətta necə öldüyünü ətraflı izah edir. Uşağın təqidi ilə ailə qızların iddiasını araşdırmağa başlayır və balaca qızın təsvir etdiyi ev və köhnə ailə tapılır. Hadisə Hindistanda o qədər böyük xəbərə çevrilir ki, Mahatma Gandhi tərəfindən hadisəni araşdırmaq üçün elmi komissiya təyin edilir. Balaca Shanti keçmiş ailə üzvlərini, əri ilə şəxsi dialoqlarını və onlarla digər detalları mükəmməl şəkildə təsvir edir və məlumatların dəqiqliyi komissiya tərəfindən əsasən təsdiqlənir. Bugün belə bu iş Hindistanda ən populyar reinkarnasiya işlərindən biridir. Əlbəttə ki, hadisələrlə bağlı antitezislər də mövcuddur. Məsələn, bəziləri məlumatın sızdırıldığını və balaca qızın bu məlumatları əvvəlcədən əzbərlədiyini iddia etsələr də, bu əks iddiaların doğruluğu sübut olunmayıb. 5 may 1957-ci ildə Pollock ailəsi və İngiltərədə yaşayan 2 qızları kilsəyə gedərkən yol qəzasına düşdülər və təəssüf ki, 11 yaşlı Joanna və 6 yaşlı Jacqueline hadisə yerində öldülər. Qəzadan bir il sonra ailədə yeni əkiz qızlar Jillian və Jennifer dünyaya gəlir. Lakin əkizlər dünyaya gəldikdən dərhal sonra qəribə hadisələr baş verir. Körpə Jennifer'in belində əvvəllər vəfat etmiş böyük bacısı Jacqueline'nin olduğu eyni doğum ləkəsi var idi. Bundan başqa, onun alnında böyük bacısı Joanna'nın qəzasından sonra alnında qalan eyni çapıq izi var idi. O da qəzada həlak olmuşdu. Maraqlı şeylər bununla bitmir. Balaca əkizlər böyük bacılarına məxsus oyuncaqları tapdıqda, onlar da sanki çoxdan tanıdıqları oyuncaqları kimi davranırdılar. Əkizlər böyüdükcə mərhum bacılarının həyat xatirələrini və qəza günü haqqında danışmağa başladılar. Hətta Jennifer qəza yerinə çatanda qorxudan iflic olur və maşına minməkdən ciddi şəkildə imtina edir. Pollock əkizlərin işi də İngiltərədə reinkarnasiya fenomenini dəstəkləyən ciddi dəlil kimi təqdim edilib. Bu cür maraqlı hadisələr Virginia Universitetində çalışan psixiatr Ian Stevenson'ın diqqətini cəlb edir və o, karyerasının 40 il ərzində reinkarnasiya hallarını araşdırmağa sərf etmişdir. Stevenson dünyada bildirilən 2500-dən çox reinkarnasiya hallarını araşdırdıqdan sonra bildirmişdir ki, xüsusilə uşaqların müəyyən yaşa qədər belə xatirələri olur. Bundan sonra isə bu xatirələr yox olur. Stevenson'ın verdiyi ən məşhur hadisələrdən biri Susan Hanım adlı bir qadınla əlaqəli bir hadisədir. 1960-cı ildə Livanda anadan olan Susan, cəmi 2 yaşında olarkən başqa bir həyatı olduğunu iddia etmiş və ailəsinə bəzi maraqlı detallar vermişdi. Məsələn, o, əvvəlki həyatında qadın olduğunu və adının Hanan Həddad olduğunu bildirmişdi. O, əvvəlki həyatında evi, ailəsi və yaşayış yeri haqqında ətraflı məlumat vermişdi. Hətta əvvəlki həyatında istifadə etdiyi telefon nömrəsini də yaddaşından təkrarlamışdı.
Kiçik qızın verdiyi telefon nömrəsi ailədə maraq oyatmış və onlar həmin nömrəni yığmışlar. Həqiqətən də nömrənin Hanan Haddadın ailəsinə aid olduğu üzə çıxmış və onların apardıqları söhbət əsnasında Hananın Susanın doğulmasından 10 il əvvəl keçirdiyi bir xəstəlik nəticəsində erkən yaşda öldüyü məlum olmuşdur. Bu telefon söhbətindən bir müddət sonra ailələr görüşmüş və kiçik qız bütün ailə üzvlərini tanımış, onlarla birlikdə keçirdiyi xatirələri xatırlamış və bu barədə dəqiqliklə danışmışdır. Bu sahə üzrə bir çox nəzəriyyələr var ki, bunların biri də genetik yaddaş nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əcdadlarımızın yaşadığı bəzi zədələr, çətinliklər və ya xatirələr hamısı genetik olaraq növbəti nəsillərə ötürülə bilər. Genetik yaddaşı daha yaxşı izah etmək üçün quşları misal göstərmək olar. Quşlar heç vaxt öyrədilmədiyi halda belə özü üçün yuva qurmağı bacarır. İndi isə insanlarda baş verən genetik yaddaş ilə əlaqədar bəzi hadisələri nəzərinizə çatdırmaq istərdim. 1980-ci illərin əvvəllərində məşhur psixiatr Dr. Brian Weiss özünün təcrübəsində olan Catherine adlı bir xəstənin hekayəsini danışmışdır. İllərlə şiddətli boyun ağrısı müalicəsindən sonra Catherine fizioterapiya və müasir tibbdən rahatlıq tapa bilmədiyi üçün Dr. Weiss'in yanına gəlir. Weiss xəstəsinə hipnoz altında reqressiya müalicəsi apararkən keçmişinə qayıdan Catherine həkiminə özünü orta əsrlərdə gördüyünü və boynundan asılaraq edam edildiyini deyir. Bundan sonra doktor xəstəyə bu travmatik xatirələri təmizləməyi məsləhət görür. Weiss Catherine şiddətli boyun ağrısını aradan qaldırmağı bacarır. Başqa bir nümunəni misal çəkmək istərdik. Tibb tələbəsi Sam'in başına da oxşar hadisə gəlmişdir. Sam müalicə edə bilmədiyi şiddətli miqren ağrıları səbəbindən hipnoz müalicəsi almaq istədiyini bildirmişdi. Aparılmış seanslar zamanı qədim dövrlərdə əsgər olduğunu və başına vurulan qılınc zərbəsi nəticəsində öldüyünü demişdi. Hətta qılıncla vurulan yerin miqren tutmalarının baş verdiyi yer ilə eyni olduğu üzə çıxmışdır. Aparılmış müalicələr nəticəsində Sam'in miqren tutmalarının bitdiyi qeydə alınmışdı. İnsanın şüuraltısı həqiqətən də kainatdakı ən böyük sirlərdən biridir və hazırda heç kim onun dərinliyini təxmin edə bilməz. Uşaqlığımızın şuuraltı xatirələrindən tutmuş, bəzi hallarda əvvəlki həyatlarından və ya əcdadlarından miras qalan zədələrə qədər olduqca maraqlı hallar bütün dünyada baş verir. Bu nəzəriyyələrə əsaslanaraq Roger Penrose kimi alimlər aşağıdakı maraqlı bir iddianı irəli sürürlər. Əgər şuur və ya ruh adlandırdığımız şey enerjinin bir formasıdırsa, fizika qanunlarına görə bu enerjinin ölməsi və yox olması mümkün deyil. Bunu kvant sahəsi ilə birləşdirsək, informasiya və enerjinin heç vaxt yox olmadığı, sadəcə dəyişdiyi həqiqəti ilə qarşılaşarıq. Bu o deməkdir ki, şuurumuz əlbəttə ki, daşıdığı məlumatlarla birlikdə bir enerjidirsə, insan vəfat etsə də belə yox olmayacaq, yalnız yeni bir şeyə çevrilə biləcək. Reinkarnasiya dünyada minlərlə nümunəsi olan maraqlı bir anlayışdır və mənim fikrimcə insanın axirət həyatını, xüsusən də ölümdən sonraki həyatı izah etmək cəhdində çox maraqlı bir yanaşmadır. Belə demək olar ki, ilahi məhkəmə sistemini izah edə biləcək ən yaxşı yanaşmalardan biridir. Əgər həyatınızda buna oxşar hadisələrlə rastlaşmısınızsa, bu hallar haqqında şərhlərinizdə bildirə bilərsiniz. Şərh yazmağı, like qoymağı və növbəti videolara qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Hələlik, özünüzə yaxşı baxın və növbəti verilişlərimizdə görüşənədək. Sağ olun.